əslində o qapanmır. Sadəcə onun marağı öz yaşıdlarınadır. Onun marağı yuxarı yaş qruplarına deyil və bu qapanma deyil, bu depressiya deyil. Sadəcə uşağın yaş xüsusiyyətlərinin verdiyi bir hallardır. Yəni bu təbiidir, patologiya saymırıq. Əgər özünə qapanma o zaman deyərik ki, o uşaq ümumiyyətlə çölə çıxmır, heç kimlə ünsiyyətə girmir, uşaqlarla dostluq eləmir. Biz bu zaman kriteriyalarda deyirik ki, bu uşaqda depressiv əlamətlər var, çinmir, özünə ümumiyyətlə baxmır, yataqdan çıxmaq istəmir, dərs oxumaq yaddaşı zəifləyir, konsentrasiyası pozulub, əvvəlki kimi dərslərini 5-dən düşüb qiymətləri 2-yə, 3-ə. Biz bu zaman artıq bunda siqnal çalırıq ki, buna müdaxilə eləmək lazımdır. Amma 1 bal uşaqlarda balın enişi bu patoloji bir hal deyil. Yəni 5 alan uşağın artıq 4-ə qədəmləri olmaz. 4-5 arasında gedən qiymətlər, bunlar uşağınız zəifləyib, uşaq əvvəlki kimi deyil, müəllimlərin də valideynləri təlaşlandırmamalıdır. Bu dövrdə biraz anlayış göstərməlidir. Uşaqlarla dərsi daha interaktiv, daha dost sayağı, daha əyləncəli keçməlidirlər ki, bəli, maraqlı biraz da bir növ psixoloq kimi yanaşmalıdırlar.